Salam müəllimlər və abituriyentlər. Biz sizlə bugün Frank dövləti mövzusunun izahına baxacağıq. Frank dövləti 5-ci əsrdən 843-cü ilə qədər mövcud olmuşdur. Necə oldu ki, Qərbi Avropada belə bir qüdrətli dövlət yarandı? 476-cı ildə Qərbi Roma imperiyası süquta uğrayandan sonra Qərbi Roma imperiyasının keçmiş canişini hələ də Qaliyanı idarə edirdi. Və bundan istifadə edən Xlodvig, yəni Frank tayfa başçısı, yürüş edir həmin ərazilərə. 486-cı ildə Soissons döyüşündə Roma canişini məğlub edir, Qaliyanı ələ keçirir və bundan sonra 5-ci əsrin sonunda Frank dövlətini yaradır. Yəni 486-cı ildən sonra, elə 486 Soissons döyüşündən sonra Frank dövləti yaranmışdı. Yəni İstəsiz 500-cü ildə bəzi mənbələrdə göstərirlər, bəzi mənbələrdə 486-da götürürlər. Fərqi yoxdur. Əsas olan 5-ci əsrin son məsələsidir. Sonra Frank dövlətində paytaxtı elə olur Soissons şəhəri. Ərazisi haralar idi? Yarandığı dövrdə biz bildik ki, Fransa eyni zamanda Qərbi Almaniya ərazilərində əhatə etmişdi. Böyük Karla dövründə artıq İtaliyada Frank dövlətinə birləşdirilir. Xlodvigin hakimiyyət dövrü biz bilirik ki, Soissons döyüşünü Xlodvigin hakimiyyət dövrünə götürə bilmərik. Xlodvig özü də 5-ci, 6-cı əsrlərdə hakimiyyətdə olub, konkret ili kitabımızda verilmir. Və onun dövründə aşağıda gördüyümüz bu hadisələrin hər biri Xlodvigə aiddir. Xlodvig xristianlığı qəbul edir, rəsmi dövlət kimi. Bilirik ki, Qərbi Romaya son qoymuşdu və Qərbi Romada xristianlığı idi. Onun ərazisində yaranana görə Avropada həmin dövrdə xristianlıq daha çox yayılmışdı. Elə xristian dini dövlətdə qalır. Sonra Roma-German mədəni birliyi yaranır. Yəni bu xalqlar birləşir, eyni yaşamağa başlayırlar. Və bu da Xlodvigin hakimiyyət dövründə bu tayfaların öz hakimiyyət altında birləşdirilməsi Fransa xalqının yaranmasına gətirib çıxarır. Xlodvigin dövründə ölkə vilayətlərə bölünürdü. Buna qraflıqlar da deyə bilərik köhnə dərsliklərə əsasən. Və bu qraflıqları, vilayətlər idarə edən şəxs adlanırdı qraflar. Biz bilirik ki, Sasanilərdə mərzban adlanırdı vilayətləri idarə edən, Əhmənilərdə Midiyada satrap adlanırdı, Ərəblərdə əmirlik adlanırdı. Bunlarda da qraflıqlar adlanırdı. Daha sonra 6-cı əsrin əvvəllərində Xlodvig tərəfindən Frankların ilk qanunları qəbul olunur. Bu qanunlar Latın dilində idi və Frank adət-ənənələri ilə Roma hüquqları birləşməsi nəticəsində yaranmışdı. Yəni keçmiş Roma dövlətindəki qanunlar, hüquqlar var idi burada. Eyni zamanda Frankların adət-ənənələrindən gələn o necə deyirlər, bizim də adət-ənənəmizdə bəzi məsələlər var da. Məsələn, bunu deyir ki, olmaz, bizim necə deyirlər, ənənəmizə uyğun deyil. Onlarda da belə, yəni Frank adət-ənənələrini qoruyub saxladılar. Eyni zamanda Roma hüquqlarını da özləri üçün bir özül vasitə kimi istifadə etdilər. Və bu qanunlar da 11-ci əsrə qədər qüvvədə qalmışdı. Sonra bizim kitablarda verilən növbəti şəxsimiz Marteldir. Karl Martel 8-ci əsrdə hakimiyyətdə olub. Hakimiyyətdə olub necə deyə bilərik? Əslində Karl Martel hökmdar olmayıb. Bu baş məmur idi, sarayın baş məmuru. Sadəcə olaraq həmin dövrdə dövləti idarə etmişdi və hərbi islahat həyata keçirmişdi. Hərbi islahat həyata keçirməsinin çox hökmdarlarda var, elə Böyük Karlın özündə də var. Hərbi islahat həyata keçirmişdi. Orduda süvari cəngavərlərindən ibarət ordu təşkil etmişdi və 732-ci ildə ərəblərin Avropada irəliləməsinin qarşısını almışdı Poitiers döyüşündə. Və daha sonra da vəfat etmişdi. Ondan sonra bizə lazım olan şəxs Böyük Karldır. İmtahanlarda daha çox Böyük Karl düşür. Bunlar da düşür. Dəfələrlə Poitiers döyüşü, Karl Martel, Xlodvig. Bunlara aid də suallar çox düşür. Amma bu mövzunun özəyini Böyük Karlın hakimiyyət dövrü əhatə edir. Böyük Karlın hakimiyyət illəri 768-814-cü illərdir. Özünün ən qüdrətli dövrünü dövlət Böyük Karlın dövründə yaşamışdı. Biz bunu Axund dövləti ilə də Mihraqul xanın oxşar cəhət və yaxud da Lubilərdə Anubanindir, Misirdə Ramzesdir, bu kimi İran Zudurmanlada, bu kimi hökmdarların oxşar cəhət kimi götürə bilərik Böyük Karldan onları. Daha sonra Böyük Karl
bütün Frank kişilərini döyüşə cəlb etmişdi. Amma daha sonra bu qərarda müəyyən dəyişikliklər edir. Eyni zamanda hərbi islahat həyata keçirir. Kəndləri ordudan kənarlaşdırır. Karl Martel fərq qoymurdu. Kəndlərə də deyirdi ki, gəlin, müharibəyə getməlisiniz. Amma böyük Karl gəlir, görür ki, hakimiyyətə gələndə kəndlərin atı yox, silahı yox. Onları almağa pulu da yox. Bu adam necə müharibədə iştirak edə bilər? Bəs niyə müharibədə iştirak etmək istəyirlər? Çünki bunlara torpaq payları verilir. Ona görə də kəndləri vəzifədən kənarlaşdırır, ordudan kənarlaşdırır. Qohumlarını və Frank əyanlarına torpaqlar paylayır. Və onlara bildirir ki, siz bu torpaqlardan vergi yığın və bu vergi hesabına süvari ordu yaradın. Yəni özünüzə tabi olan, belə deyək, şəxslərə, insanlara dan ibarət ordu yaradın və onlara silah alın, at alın və s. bu yığdığınız vergilərdən. Və bununla da güclü süvari ordu təşkil edir Böyük Karl və ondan sonra da hücumlara başlayır. İlk məqsəd təbii ki, ərəblər idi. Xristianlıq idisə İslamla mübarizə məsələsi var. İspaniyada ərəblərlə müharibə aparır və onları məğlub edir. Piriney yarımadasının şimalında bir vilayəti ələ keçirib orada xristianlığı yayır. Saks tayfaları ilə 30 il müharibə aparıb. Sonda Saks əyanlarını, Sakslarla müharibə görüşü mənasıdır. Saks əyanlarına deyir ki, sizə torpaq pay verəcəm. Gəlin mənə tabi olun. Və bununla da Saksları özünə tabi eləyir. Avarlarla müharibə aparıb, Avar dövlətinə son qoyub. Sonra İtaliyanın şimalında German tayfalarını məğlub eləyib. Bu Germanlar ki, Papanın işinə qarışırdılar və Böyük Karldan kömək istəmişdi. Böyük Karl gəlir, həmən bu İtaliyanın şimalında məskunlaşmış German tayfalarını məğlub eləyir. Böyük Karlın dövründə Frank dövləti Qərbi və Mərkəzi Avropanı əhatə eləyirdi. Və bütün bu uğurlar nəticəsində sonda Papa onu Romaya dəvət edir, başına tac qoyur və 800-cü ildə Roma dövləti, daha doğrusu Frank dövləti çevrilib olur imperiya. Yadda saxlayırıq. 486 və yaxud da 500-cü il, indi tam dəqiq bizim kitablarda il deyilmir, 5-ci əsrdə deyə bilərik. Dövlətin yaranmasıdır, dövlət. Amma imperiya sözü gördüksə 800-cü ildir. Qətiyyən 500-cü il götürmək olmaz. Xronologiya testlərində çox çaşdırıcı olur. Böyük Karlın dövründə Roma dövlətindən sonra ilk dəfə yenidən Qərbi Romanı, Qərbi Avropanı öz hakimiyyəti altında birləşdirmişdi. Eyni zamanda ərəblərlə də müharibə aparıb, Bizansla da müharibə aparıb və ikisi ilə də diplomatik əlaqələr qurub. Yəni, belə deyək, müəyyən ittifaqlar da öz aralarında olub. Yəni, diplomatik əlaqələrin qurulmasını yaddan çıxarmırıq. Bu testlərdə çox düşür. Bu olur Böyük Frank dövlətinin yüksəlişi və qüdrətli dövrünün yaşaması. Böyük Karl öləndən sonra onun oğulları və nəvələri arasında mübarizələr güclənir. Və 843-cü ildə Verden şəhərində nəvələri arasında dövlət üç yerə parçalanır. Fransa krallığı, Almaniya krallığı və İtaliya krallıqlarına. Bundan sonra Qərbi Avropada feodal dağınıqlıq dövrü başlayır. 9-11-ci əsrlər Qərbi Avropada feodal dağınıqlıqdır. Və 11-ci əsrdə də bu feodal münasibətlərin inkişafı Avropada başa çatır. Eyni zamanda 9-11-ci əsrlər Qərbi Avropada Vikinglər dövrüdür. Niyə Vikinglər dövrüdür? Çünki Fransa, Almaniya, İtaliya krallıqları bölünüblər. Həmən krallıqlar özlərində kiçik və aidli feodal dövlətlərə parçalanmışdılar. Yəni, dövlətlər hər biri dağılmış vəziyyətdə idi. Ona görə də bundan istifadə edən Vikinglər soyuq iqlimdə yaşayırdılar və şimalda yaşayırdılar. Avropanın şimalında yaşayırdı Vikinglər. Oradan yürüşlər edirlər, qarətçi yürüşlər və Avropanı qarət edirlər. 9-11-ci əsrlər. Yəni, feodal dağınıqlığından istifadə edib Avropanı qarət edirlər. Ona görə də bu dövr Avropada adlanır feodal dağınıqlıq dövrü və 9-11 Vikinglər dövrü. Bundan əlavə də 1000-ci ildə havalar nisbətən belə deyək, istiləşməyə doğru gedir. Artıq onlar da müəyyən qədər oturaq həyata keçirirlər, əkinçiliklə məşğul olurlar və onların yürüşləri Avropaya azalır. Hətta 1000-ci ildə Şimali Amerikaya da ilk gedib çıxanlar idi. Kristofer Kolumbdan əvvəl Şimali Amerikaya getmişdi. Amerika qitəsinə getmişdi Vikinglər.
Daha sonra burada indi kiçik yazmışam yer olmadığına göre Fransadır, Almaniyadır, İtaliya krallıkları dediyi yaranıb. Feodal dağınıqlığın ən bariz nümunəsi Fransadaydı. Paris və Erloyanda kral mülkləri var idi. Digər ərazilər tamamilə dağınıq vəziyyətdə, müəyyən feodalların əlində idi. Və 10-cu əsrin də sonunda 987-ci ildə Kapetinglər sülaləsi Fransada hakimiyyətə gəlmişdi. Almaniyada vəziyyət Otto'nun adı ilə bağlıdır. Almaniyada vəziyyət feodal dağınıq dövrü keçirirdi. Amma 10-cu əsrdə Otto nisbətən hakimiyyətə gələndən sonra Almaniya krallığı güclənir, Şimali İtaliyaya yürüşlər eləyirlər və 962-ci ildə Romanı ələ keçirən 1-ci Otto Müqəddəs Roma imperiyasını yaradır ki, 1806-cı ilə qədər də mövcud olur. İtaliyada da feodal dağınıq hökm sürürdü. Müəyyən bir dövrdən sonra artıq şəhər respublikaları yaranmağa başlanır. Genuadır, Venesiyadır, Pizza'dır, Florensiya kimi şəhər respublikalar yaranır. Bu da olur bizim Frank dövlətimiz. Əlavə hər hansısa bir mövzuyla bağlı sualınız olsa şərh bölməsində qeyd edin, cavablandırın.